Yoldaşlar hər vaxtınız xeyir olsun. 6 noyabr və 11 dekabr imtahanları üçün o imtahanlara gedən tələbələrimiz üçün kursumuzda sınaq təşkil etmişdik. Dekabra hazırlaşan tələbələrimiz üçün e, daha bir sınaq nəzərdə tutulub. Bu sınağa onların daxil olması könüllü idi. Çünki onların imtahanı hələ var və onların öyrənməyə hələ çox mövzuları qalır. Lakin noyabra gedənlər bu sınaqda özlərini yoxlamışdılar. Sınağımız tam qəbul səviyyəsində, sonuncu qəbul modellərinə uyğun olaraq hazırlanıb və hal-hazırda siz bunların izahları ilə tanış olacaqsınız. Bütün sualları izah etməyəcəm, video yorucu olmasın. Çünki bəzi sualları ayrı-ayrılıqda çəkmişəm və onları bu videonun altına yerləşdirəcəm. Beləliklə, oradan kiçik videolar formatında izləyə biləcəksiniz. Başlayıram 71-ci sualdan. Ardıcıllıq sualıdır. Birinci və ikinci ardıcıllar arasında qanuna uyğunluq tapılır. 3-ə əsasən 4-cü ardıcıllıq müəyyən edilir. 4-dən 8 almaq üçün 2-yə vurublar, daha sonra üstünə 2 gəliblər. Yenə 2-yə vurublar, yenə 2 gəliblər. Aşağıda isə 5-ə vurublar, 5 gəliblər. Yenə 5-ə vurub, 5 gəliblər. Fikir verin, 3 vahid artdı rəqəmlər. Əməllər isə olduğu kimi qaldı. Deməli, burada 3'ə vurma 3 çıxmadırsa, fikir verin, 3'ə vurma 3 çıxmadırsa, ədədləri 3 vahid artıraraq 6 olduğunu taparıq. Əməlləri də olduğu kimi saxlayarıq. 6'ya vurub 6 çıxdığı qanuna uyğunluq axtararıq. Fikir verin. 6'ya vurub 6 çıxıb, 6'ya vurub, axırda 6 çıxmaqdan 6 gəlib və bizi çaşdırıb. Amma 6'ya vurub 6 çıxıb, 6'ya vurub 6 çıxıb, B variantı doğru cavabdır. 72-ci sual tərəzi, standart bir tərəzi sualdır. Gördüyünüz kimi B bərabərdir AD. Yuxarıdan 2 dənə B-ni silirəm. Hər birinin yerinə AD ifadəsini daxil edirəm, yazıram. Və sol tərəfdən A-lar, sağdan A-lar ixtisar aparır. Solda qalır B, sağda da qalır 4 dənə D. Bizə bu dəqiqə bu lazımdırmı? Yox, bizə 3D lazımdır. Onda B'lərin yerinə 4 dənə D qoysam, 1, 2, 3 və 4-cünü də yerləşdirsəm, D'lərin biri ixtisar gedir, A bərabər olur 3 dənə D-yə. Yəni cavab C variantı. Yoldaşlar, 73 biraz ehtimallı sualdır. Bu sualda siz belə deyək, K elin üstünə el gələndə mm almalısınız. Amma K da eldən 2 vahid kiçik olmalıdır. Yəni K-nın üstünə 2 gələndə el verməlidir. Müxtəlif qiymətlər yoxlaya bilərsiniz. Sualın elə məğzi biraz vaxt aparmaqdır. Amma 50 nədir? 79-un üstünə 9 gələndə 88 edir. Başqa ehtimallar doğru çıxmır. Ona görə M 8-ə bərabər. 74-cü sualı sizə individual sual kimi verirəm. Buyurun, zəhmət olmasa fikirləşin, stop eləyin ekranı və sualı həll edin. Tapandan sonra şərh bölməsində yazın. Görək düz tapdınız, yoxsa yox. Tapmazsanız yazın, izahını verin. 75-ci sual. İmtahanlara ilk dəfə düşəndə mən tərəfdən izahı geniş formatda verilmiş bir sualdır və indi isə onu sadəcə operativ bir həll yolu ilə həll edək. Əgər siz bu mövzunun mahiyyətini bilmirsinizsə, yeni stil perimetr sualı yazaraq və yaxud perimetr Vüqar müəllim yazaraq axtarsaz YouTube-da bu sualın izahı çıxacaq. Lakin mən bunu biraz operativ formada əldə etmək istəyirəm. 2 bərabər C bölündüyü üçün 2 vur 1 və 1 vur 2 kimi vuruqlarını yazıram ədədlərini. Eləyir 3. 48 ilə 51-i toplayıram 99. 99-u 3-ə bölürəm, cavab 33. Bilirsiniz ki, bu sualın sürətli metodudur. Yenə deyirəm. Orijinal həll metodunu bilməyənlər bu sürətli metodu başa düşə bilməz. Ona görə orijinal həll yoluna baxın. 76-cı sual yeni stil bir sualdır və bu şifrələmə sualını sizlər üçün
YouTube'a ayrıca yerləşdirmişəm. Bu videonun altında görəcəksiniz ki, bu şifrələmə sualda həmçinin həftənin günləri sualı da yerləşdirilib. Siz bunun ikisinə baxaraq son imtahanların yeni iki sual tipini öyrənə bilərsiniz. 76-cı sual tipi də son imtahanların məşhur tiplərindən biridir. 77-ci sual tipi də demək olar ki, 3-4 imtahanda ard-arda düşür. Ayrı-ayrı bunların izahlarını vermişəm və onları, həmin video linkləri bu videonun altına pin eləyəcəm. Mütləq daxil olub baxarsınız. 78-ci sual. Fikir verin. Birinci 5-dən 2-ni əldə eləməliyik. 2x plus 1-i 5-ə bərabər eləsək, 2x plus 1-i 5-ə bərabər eləsək, buradan x bərabər olur 2-yə. 4y-i də 2-yə bərabər eləsək, y bərabər olur 0,5-ə. Aldığımız qiymətləri yerinə qoyanda olur 2 çıx 3 -1 bölü 3 üstə gəl 2 vur 0,5 1 üstə gəl 1 eləyir 2. 2-dən də 3-də 1 çıxanda nə edir? Düşünün ki 3-də 6-dan 3-də 1 çıxırsınız. O da eləyir 3-də 5. Birincinin cavabı elədi 3-də 5. İndi bu tənliyi həll edək. 2x minus 2 ona bərabərdirsə, üzr istəyirəm 3x minus 2. 3x minus 2 ona bərabərdirsə, 3x 12-yə, x də 4-ə bərabərdir. Nədən 2 çıxanda -2 qalar? Təbii ki, 0-dan. Y də 0-a bərabərdir. X bölü 2, yəni 4 bölü 2, 2. Üstə gəl, 4 vur, 0, o da 0. Cavab elədi 2. 3-də 5-dən də çıxanda 2-ni, yəni 3-də 6-nı eləyir 3-də 1, amma mənfi. Kəsirlər biraz sizi yormuş ola bilər, amma primitiv riyaziyyatdır, həll eləməliydiniz. 79-cu sual əslində çətin sual deyil, amma maraqlı bir özəlliyi var. Hamı bu xanalara individual baxır, amma həlli belədir. 321 çıx 210 eləyir 111. 787-dən 135 çıxanda 652, 936-dan da 416 çıxanda cavab 520. Cavab A variantı. 79-cu sual. Daha doğrusu üzr istəyirəm. 80-cı sual. Kifayət qədər maraqlı bir sualdır. Zigzag həll edir. 19, 17, 15, 13, 11, 9 və 7. Bu, belə deyək, birinin həll edir. 2 vahid 2 vahid azalır. Digəri isə gördüyünüz kimi 6 vahid 6 vahid artır. Ona görə növbədə 39 olur. Bunkerdəki kürələr sualından o qədər həll eləmişik və o qədər belə deyək, bu tipli sualların həllini eşitmişsiniz ki, məncə bunu izaha ehtiyac yoxdur. İstəyirsiniz videonu dayandırın, özünüz şifahi tapın və yaxud bu sualı bilmirsinizsə, video alternativ olaraq yazın YouTube'da Vüqar müəllim bunker sualı və rahatlıqla həllini bilin. Cəmi 2 dəqiqəyə öyrənin bu sualı. 82-ci sual fikir verin. Bu dairə nə edir? Bir dəfə hardadsa, ikinci dəfə də oradadır. Üçüncü dəfə bir dama yuxarı qalxır. Fikir verin, bir dəfə hardadsa, bir dəfə də oradadır. Qaranın arxasındadır. Sonra bir dəfə sağa keçin. İndi buradadırsa və yenə də buradadırsa, indi keçməlidir ən sağa. Cavab variantı olaraq elə bir dənə variant qalır, Y variantı. Qaraya da baxın, qara bir damağı buraxıb ikinciyə keçir. Yenə bir damağı buraxır, ikinciyə keçir. Saat əqrəbi istiqamətində. Burada da var, bir damağı buraxıb ikinciyə keçir. Yenə biri buraxıb ikinciyə keçəcək olacaq Y variantı. Kakuronu da həll eləyək. Kakuro bilirsiniz ki, bu stil kakuro imtahanlara düşə bilən tipdir. Burada biz görürük ki 15 var. 15 də nəyin cəmidir? 9 ilə 7-nin ya da ki 7 ilə 8-in. Üzr istəyirəm 9 ilə 6-nın və ya 7 ilə 8-in. Hansını araya yazacağım dəqiq deyil deyə 17-dən başlamaq istəyirəm. 17 bilirsiniz ki 9 ilə 8-in cəmi. Və 14-dən də 8 çıxanda 6 qalır. 6-nı da parçalayacağıq. Nə kimi? Tutaq ki 1, 2, 3 kimi. Düzdür? Siz bura 2 yazsanız
Bura 9 düşəcək. Təkrarçılıq olacaq. Onda gərək bura 3 yazasınız ki, 11-dən 3 çıxanda bura 8 qalsın. Sonra 30'un da bilirsiniz də 9, 8, 7 və 6'dır rəqəmlər cəmi. 13'ü də parçalamağın yolları çoxdur. 9 və 4, 8 və 5, 7 və 6 və s. Gəlin biz artıq bundan sonrasını biraz intuisiyaya əsaslanaraq həll edək. 15'i parçalayaq. 9 və 6 kimi. 18'dən 9 çıxaq, 9 qalsın. 9'u da necə parçalamalıyıq? 6 bura 1 və 2 kimi. Bura 1 yazsaq, burada 2 yazsaq alınmır. 2 verdiniz çünki 13'dən 2 çıxanda alınmır. Onda biz bura balaca ədəd versək məsləhətdir. Baxın, belə eləyək. Bura verək 6, bura verək 9. Olsun belə. 30'un toplananları 8, 9, 7 və 6 daxı. Bura 7, bura 6 yazaq. 6 ilə 7'nin cəmi 13 eləsin. Çıxanda 18'dən də 13'ü eləyir 5. 5'də parçalaya bilərik. 1 ilə 4 kimi. Ya da 2 ilə 3 kimi. 2 verirsiniz, məsələn, bura 2 yazsaq, bura 3 yazmaq olmur. Bura 1 yazsaq, bura 4 yazmaq olmur. Deyin niyə? Çünki 13'dən 4 çıxanda 9 qalır və təkrarçılıq olur. Bunların ehtimalı bəlkə də 7 və 8 imiş. Buraya yazaq 7, buraya yazaq 8. Onda bura 7 düşəcək, bura 6. Bunların cəmi 7, 6, 13. 18'də 13 çıxanda 5. Bura 1 yazıram, burada 4. 13'dən 4 çıxanda 9. 9, 7 və 8 toplayanda 24 edir. Üstünə 2 də gələndə 26. 3, 2, 1 və 4 də toplayanda 18. Bu qədər. İndi düz oldu. Digər suallardan da biraz həll edək. Baxın, B vur B, yəni B'nin kvadratı bərabərdir 2A. Burada da 2B bərabərdir yazıb. A da bərabərdir. A'dan da S çıxanda 16 qalır. Nə eləmək olar? Əvəz etmə eləmək olar. Məsələn, S'nin yerinə 2B qoymaq olar burada. Olacaq nə? A çıxılsın 2B bərabərdir 16. A'nı da nə kimi göstərmək olar? A'nı da göstərmək olar B kvadratı bölü 2 kimi. Düzdür? Onu da burada yerinə qoymaq olar. B kvadratı bölü 2 çıx 2B bərabərdir 16. Biraz sadələşdirsək, B kvadratı çıx 4B bərabərdir 32. Sizcə B nədir? B. Tutaq ki, olsa B-nin kvadratı çıx 4B bərabərdir 32. Belə bir nümunə aldıq da. Bunu istəyirsiniz gətirək diskriminanta. Məncə daha sadə də bir yolu var. İndi yoxlayaram. İndi ağlıma bu variant gəldi. Birinci, bununla həll etmək istəyirəm. Əslində burada A-nın və B-ni S ilə əvəzləyib də cavabı tapmaq olardı. O varianta getmədim, bunu elədim. Gəlin yerinə qiymət qoyaq. Olacaq 8'in kvadratı 64, çıx 8 vur 4, 32. Deməli B 8'dir. B 8'dirsə, əgər B-nin kvadratı, yəni 64, 2A-dırsa, onda A da nədir? A da 64 bölü 2, 32'dir. A 32'dirsə, 32'dən də nə çıxanda 16 qalar? Elə 16. C də 16'dır. Başqa bir yol yoxlayıb vaxtınızı almaq istəmirəm. Çünki bu da çətin bir yol deyildi. Amma əminəm ki, bundan daha asan yol var. Çünki bu sualı yazanda daha sadə formada həll etdiyimi xatırlayıram. 86 ənənəvi sual tipindəndir. 1 və 4'ü birləşdirəndə L və əkin
Sözlərini birləşdirəndə nəlbəki sözü əmələ gəlir. Nəlbəki. Cavab 1 ilə 4. Cavab variantlarında verilmiş fiqurun dördünü birləşdirən zaman təqdim olunmuş böyük fiqur alınır. Artıq fiquru seçin. Kiberin biz bunu S'nin yanına qoysaq, bax belə. Y'ni də onun yanına qoysaq, bax belə. D'ni də qoysaq bura, bax belə. Həmin bu fiquru almış oluruq. Amma A'nı istifadə eləmədik. Bu B variantıdır. Bu C variantının özüdür. Bu D'dir. Bu da Y'dir. A'nı istifadə etmədik. 54 yaşında olan atanın qızı 19 yaşındadır. 54 ata, 19 qızı. Neçə il əvvəl ata? Neçə il əvvəl ata da cavan idi, qız da cavan idi. Ata qızından 8 dəfə böyük idi. Qızını vurursunuz 8-ə və ataya bərabərləşdirirsiniz. X-i tapırsınız, X sizin cavabınızdır. Variantla da işləyə bilərsiniz. Neçə il əvvəl ata? Məsələn, tutaq ki, cavab variantı 12-dir. 54-dən 12 çıxanda 42 qalır. 42 8-ə bölünmür. 54-dən 13 çıxanda yenə də 8-ə bölünmür. Amma 14 çıxanda 54-dən 14 çıxanda 40 qalır. Uşağın da yaşının 14 çıxanda 5 qalır. Həqiqətən də 45-dən 8 dəfə böyükdür. Variantla da işləyə bilərsiniz. Təbii ki, AC və ya BB tələbəsisinizsə. Tövsiyə etmirəm variantla işləməyi, amma yenə də belə. Yəni bu metodda var. Hünər və nərilti sözləridir burada. Nər sözünün hərflərinin yeri dəyişib. Qoyursunuz ortaya. Birinci sözümüz olur hünər. İkinci olur nərilti. 90-cı sual sonuncu qəbula da düşmüş və bu il fevral ayında da düşmüş bir sualdır. Bu sualın heç belə deyək, YouTube-da izahı filan heç bir müəllim tərəfindən verilməyib. Bu sualı mən link qoyuram sizin üçün. Sentyabrın qəbullarının içərisində, yəni sentyabr qəbul suallarının içərisində bunu tapın və mütləq baxın. 3 dəfə düşüb ha bu sual. Yenə düşə bilər. Sonra demədi deməyin. Yaxşı. İndi link qoyuram bu videonun altına. Videonun adı belədir. 25 sentyabr qəbul sualları. Həmin qəbul suallarının içində bunun da izahı var. Diqqətlə baxın. Böyüdür, amma həlli o qədər də çətin deyil. Bir neçə sualda, bir də mütləq yoldaşlar, bu hamar ağac söhbətinə də mütləq baxın. Bu mövzu da bilirsiniz, qrafiklər mövzusudur. Ağır mövzu deyil, sadəcə bəzən belə ağır suallar sala bilirlər. Ona görə də bunun da həllini bilmək istəyirsinizsə, mütləq qoyacağım 4-cü linkə də baxın. Bunun da izahını eşitmiş olacaqsınız. Çox vacib sualdır. İndi isə baxaq 100-cü suala. 12 nəfərdən ibarət iclas salonunda hər kəs bir-birlə salamlaşır. Neçə salamlaşma var? Yoldaşlar, düsturu bunun n vurulsun, n-1 bölü 2-dir. Dərslərimdə daha detallı şəkildə niyyəsini açıqlayıram və tələbələrin yadında saxlaması üçün daha fərqli yollar da danışıram. Sadəcə indi dərs deyil, uzatmaq olmaz. Ona görə burada 12-ni 11-ə vurub 2-yə bölməliydiniz, cavab 66 eləməliydi. Burada növbəti 98-ci suala baxsaq, M-in M ilə hasili mənə M verib. Bu nə ola bilər? 5 vur 5, 5 ola bilər. 6 vur 6, 6 ola bilər. İkisindən birini yoxlamalıyıq. 6 vur 6 olduğunu desək, bütün M-lərə gərək 6 qiyməti verəsiniz. 600 neçəni nəyə vuranda 600 neçə edir? T1-dir deməli. T-ni 1 qəbul edirəm. Və yoxlayıram görüm düzmü tapdım. 616-nı vururam 16-ya. 6-nı 6-ya 36, 6 yazdım. 3 yadda. 9 və 36.
Üstünə də gəlirəm təzədən 616-nı. Eləyir 6, 5, 1 yadda, 7, 1 də 8, 9. Bəli. Elə biri 6 imiş, biri də 1. Ola bilərdi ki, M 6 olmasın, 5 olsun. O ehtimalda dəyərləndirərdiniz. 5-i 5-ə vuranda sonu 5-lə qurtarır. Bir də 6-nı 6-ya vuranda sonu 6 ilə qurtarır. Bir də 0-ı 0-a vuranda təbii ki, əslində 1-i də 1-ə vuranda, amma burada həm T1, həm də M1 ola bilməz axı. Həmçində sıfırdan fərqli olduğunu şərtdə qeyd edib deyə, ona görə sıfır məsələsini heç dəyərləndirmədim və sıfır olmağı absurddur. Çünki bunların hamısını sıfıra vursam, cavab da sıfır eləməlidir. Ona görə o hissə absurddur. Məşhur sual tipidir, şahmat sualı. Bu sual tipində belə deyək, açıqlamasını verim. Bu 6-cı fiqurdan istifadə etsək, baxın burada istifadə etsək, bir dənə belə, bir dənə də tərsinəsi, yenə bir dənə belə, bir dənə də tərsinəsi və bunu yuxarıya qədər davam etdirsək, bu fiqurdan şahmat taxtası almaq olar. Bundan da almaq olar. Necə? Bax, göstərim. Üzr istəyirəm, düzgün yerdən çəkmədim. Baxın, diqqətlə. Bir dənə belə, bir dənə də onun tərsinəsini birləşdirirsən, kvadrat alınır və bunu 4 dəfə təkrarlayırsan. Bu fiqur alınır. A variantı ümumiyyətlə, birinci ümumiyyətlə ola bilməz. Ağ və qara fiqurlarının sayı bir-birinə bərabər deyil. Beşinci də ilə. İkinci fiquru da necə yerləşdirirsən yerləşdir. Axırda bir neçə xanada boşluq qalır. Həmçinin 4-dən də alınır. Bir dənə də onun tərsini özü ilə birləşdirirsən və şahmat taxtası tamamlanmış olur. 3, 4 və 6 doğru cavabdır, yəni A variantı. Bağlarla əlaqələndirilmiş fiqurlara da baxaq. Burada belə bir sual var. Buna da baxaq istəyirsiniz. Baxın, burada üstünə 10 gəlib. Burada üstünə 16 gəlib. Burada üstünə neçə gəlib? 28 gəlib. Burada da üstünə deyəsən 40 neçə gəlib? 4 gəlib də deyəsən. Yox, 46 gəlib deyəsən. Bəli, 46 gələndə 113 elib. Bəli. Fikir verin, bu ədədlərin arasında 6 vahid. Bu ədədlərin arasında 12 vahid. Bu ədədlərin arasında 18 vahid fərq var. Deməli, bu ədədlərin arasında 6, 12, 18, 24 vahid fərq olmalıdır. 46-ın üstüne 24 gələndə 70 eləyir. Deməli, 113-ün üstünə siz 70 gəlməliydiniz və 183 almalıydınız. Bu da çətin bir ardıcıllıqdır, amma imtahanlarımızda olub belə ardıcıllıqlar və bizim kitabımızda da olub. Baxın, çay Baykal, axı Baykal çay deyil, deməli çarpaz baxırıq. Göldür Baykal, çaydır nə? Yenisey. 94-ün də tipi rahatdır, fikir verin. Bir üçbucaq, bir dairə ilə üst-üstə düşəndə düzbucaqlı alınıb. Üçbucaqla dairə yenə də düzbucaqlı verib. 2 dənə dairədən üçbucaq, bir dairə, bir üçbucaqdan isə yenə düzbucaqlı alınıb. Bu xassəni sonuncuya da tətbiq edib cavabı tapacaqdınız. Sizə bu sualda izah edim. Bağlarla əlaqələndirilmiş fiqurlar. Hər birindən çıxan xəttlərin sayını yazırsınız. 4, 2, 4, 3, 3 və 4. 2-ni rahat tapırsınız. 2 buradadır. 2 xətti olan yəni. Y-dir, budur. Y ilə qonşu olan 4 xətli A-dır. Deməli, Y ilə qonşu olan 4 xətli A-dır. Bu A-dır. Onunla qonşu olan digər 3 xətli fiqur isə M-dir. Deməli, M-i də rahatlıqla tapırsınız. Digər 4 xətli fiquru da rahatlıqla tapırsınız. O da Y-dir. Amma yerdə qalan bircə dəqiqə yox. Bir dəqiqə üzr istəyirəm. Burada 3 dənə 4 xətli, 2 dənə 3 xətli, bir dənə də 2 xətli fiqur var. 2 xətlini rahatlıqla tapdım. Y.
Y ilə əlaqəli olan 3 xəttini də tapdım M. Y ilə əlaqə olan 4 xəttini də tapdım A. Aha. İndi Y ilə əlaqəli olmayan 3 dənə fiqur qaldı. Qısacası bax, D qalıb 4 xətli, Y qalıb 4 xətli və bir dənə də qalıb 3 xətli. O da hansıdır? Qalan 3 xətlimiz N-dir. Yəni Y ilə qonşu olmayan 3 xətli. O da N-dir. Bax budur. Düzdür? İndi mən Y ilə D-ni nə bilim hansı hardadır? Baxın, Y-i bura yazsam, D-ni bura. Görün nə baş verir. Y-in qonşuları N, D, M, A. Burada da N, D, M, A. Yerlərini tərsinə də yazsam Y-lə D-nin. Bu dəfə D-ni aşağı. Y-i yuxarı yazsam, yenə Y-in qonşuları N, A, D və M-dir. Nə oldu? Y-i yuxarı da yazdıq, D-ni aşağı, elə də düz çıxdı. D-ni aşağı, Y-i yuxarı yazdıq, elə də düz çıxdı. Deməli, Y ilə D-ni yeni dəqiqləşdirmək mümkün deyil. Ona görə cavab B variantıdır. Bizdən mümkün olmayanı soruşur. Belə bir faiz məsələsi var. Bu faiz məsələsində individual olaraq ekrana qoyuram, işləyin. Mən izah edirəm. Sadəcə biraz stop verin, işləyin, görün, eləyə biləcəksinizmi? 4 fakültə var. Fakültələrimizin adları D, B1, A2, C3 və D4'dür. Onlardakı insan sayını da verib. C3 və B1'də deyir 100 nəfər var. A2'də 200 nəfər var. D4'də də 400 nəfər. Hər qrupdakı müvəffəqiyyətli insan sayını da verib. Deyir, D4 qrupunun müvəffəqiyyətli göstəricisi 20%-dir. Yəni, D4'ün 20%-ni tapırsan, 80 tələbə uğurlu tələbədir. Sonra C3'ün orta müvəffəqiyyət göstəricisi 80%-dir. Yəni, C3'ün 100'ün 80%-i elə 80'dır. 80 nəfəri müvəffəqiyyətli uşaqlardır. B1 və A1'də isə 60%. 200'ün 60%-i 120, 100'ün də 60%-i 60. İndi deyir, müvəffəqiyyətli insanların orta göstəricisi. Müvəffəqiyyətli insanları toplayırsınız. Eləyir 180, bu da 160, 340. 340'ı bölürsünüz ümumi insan sayını. 100, 200, 100 və 400'ün cəminə, yəni ümumi 800'ü. 340'ı da 800'e böləndə 320'nin içində 84 dəfə, 20'nin içində də tamla alınır. 2,5. Yəni, qısacası 42,5 dərəcə. Faiz, üzr istəyirəm. Birisi də böləndən sonra 100'ə də vurmaq lazımdır. Ona görə 42,5 dərəcə və üzr istəyirəm faiz alırıq. Bax belə, sınavımızın suallarıyla tanış oldunuz. Kanalımızdakı digər videolara da baxaraq son qəbulların sualları, son belə deyək, imtahanların informatika sualları və hər şeyi görə bilərsiniz. Salamat qalın yoldaşlar. Növbəti videolarda görüşənə dək.